Salam əziz və dəyərli izləyicilərim. Hər birinizi salamlayıram. Bugün sizinlə bərabər biz sadələşmiş vergi bəyannaməsinin boş qaydada newtaxis.gov.az portalı vasitəsilə göndərilməsini öyrənəcəyik. Bu yeni portal olduğuna görə sadələşmiş vergi bəyannaməsi də yeni formada göndəriləcək. Ona görə birinci növbədə biz nə edirik? newtaxis.gov.az portalına, yeni portala asan imza vasitəsilə daxil oluruq. Əmzanı daxil etdikdən sonra yeni pəncərə açılır, əsas səhifə açılır. Biz əsas səhifədə təmsil edəcəyimiz subyekti seçirik, yəni vergi ödəyicisi seçirik və onun adından hesabatları göndəririk. Deməli, birinci növbədə baxın, burada sol tərəfdə, sol sütunlarda burada bəyannamələr hissəsi var. Biz bəyannamələrə daxil oluruq və burada bizim bəyannamədə yeni pəncərələrimiz açılır ki, burada artıq görürsünüz ki, göndərilmiş bütün vergi bəyannamələri göstərilir. Daha öncə göndərilmiş bütün vergi bəyannamələri göstərilir. Biz nə edirik? Yeni bəyannamə düyməsini basırıq. Buradan vergi adı olaraq seçirik. Hansı bəyannaməmizi göndəririk? Sadələşmiş vergi bəyannaməsini göndəririk. Dövr olaraq seçirik. Bizim hesabata göndərəcəyimiz dövr. Mən misal üçün birinci qrupa görə göstərirəm. Daha sonra bəyannamə növü. Əgər biz bəyannaməni ilk dəfə göndərdiksə cari seçirik. Əgər ikinci dəfə göndəririksə biz bir bəyannaməni bir dəfə cari və bir neçə dəfə dəqiqləşdirilmiş göndərə bilərik. Yəni son 3 illik dövrü əhatən dövrə görə biz dəqiqləşmiş vergi bəyannaməsini göndərə bilərik. Yəni mən birinci dəfə göndərdiyimə görə dəqiqləşdirilmiş seçirəm. Amma əgər siz ilk dəfədə bəyannaməni göndərirsiniz, cari seçin. Davam et düyməsini seçirik və yeni pəncərə açılır. Yeni pəncərədə nə göstəriləcək bizdən? Göstərilir ki, sadələşmiş vergi bəyannaməsi dövr 1-ci qrup 2025-ci il və burada deməli ümumi məlumatlar gəlir. Ümumi məlumatlar hissəsində siz nəyi görəcəksiniz? Ümumi məlumatlar hissəsində əgər siz hesabata borc göndərirsinizsə, siz sadəcə burada bəyan ediləcək məlumatım yoxdur. Üzərinə quş qoyursunuz. Vəsə. Deməli, daha əlavə məlumata ehtiyac yoxdur. Bu qədər bəsit. Daha sonra nə edirik? Təsdiq et düyməsini basırıq və hesabatımız təsdiqlənmiş hesab edilir və borc göndərilmiş hesab edilir. Bu qədər sadə, başqa heç nə ehtiyac yoxdur eləməyə. Sadəcə unutmayın ki, hər il bitəndən sonra növbəti ayın 20-sinə qədər vergi bəyannamələri vaxtında göndərilməlidir. Əgər vergi bəyannamələri vaxtında göndərilmirsə, sizi 40 manat məbləğində maliyyə sanksiyası gözləyir. Əgər bu video sizin üçün faydalı olduysa, o zaman bəyənməyi, rəy bildirməyi və təbii ki, kanalıma abunə olmağı unutmuruq. Öncədən təşəkkür edirəm.